müttəqilərin imamı belə buyurur: sizi səni qəti şəkildə çəkindirirəm, dilini qeybətə minik edəsən. İmam Əlinin ümumiyyətlə sözləri həmi Qur'anın sözlərindən, həm də Peyğəmbər əleyhissalamın sözlərindən fərqlənir. Ərəblərin çox böyük bir alimi olub, Əl-Cahiz. İmam Əli ilə qarşı da münasibəti deyim ki, xoş olmayıb, öz əsərlərindən hiss olunur. Deyir, Əlinin sözü Xaliqin sözünün altında, məxluqun sözünün üstündədir. Deməli, bu kəlamda İmam Əli xüsusi bir bəlağətlə vurğulayır ki, dilinizi dost-tanışınızın qeybətinin miniyinə çevirməyin. Bu onu göstərir ki, həqiqətən də nəinki qeybət etmək, hətta qeybətə aid olan məfhumları dilə gətirmək belə bizim məsumlarımız tərəfindən qəti şəkildə qadağan edilmişdir. Bəs qeybət etməyin nə kimi fəsadları ola bilər? Mən şəxsən özüm bunu psixoloji yöndən araşdırmış və görmüşəm ki, bir adamın qeybəti edilərsə, bir çox mənfi yöndən psixoloji problemlər ortalığa çıxır. Birincisi, daxili narahatlıq və vicdan əzabı. Bir insan kiminsə qeybətini etdisə, həmən insan zərrə qədər vicdanı varsa, özündə narahatlıq hiss edəcək, qorxu yaranacaq onda ki, filankəsin qulağına çatar onun haqqında dediklərim və gəlib yapışar adamın hülqumundan, deyər hansı səbəblərdən mənim etmədiyimi mənim haqqımda deyirsən. Necə ki, bəzən biz də eşidirik o sözlərdən. Ona görə də qeybətli adamın vicdanı varsa, öz vicdanına üz tutsun və bilsin ki, nə vaxtsa haqqında nalayiq danışdığın şəxs yapışar sənin hülqumundan, heç nəfəs almağa belə sənə imkan verməz. Qeybət edən şəxsin vicdanı varsa, özündə bir güvənsizlik hiss edəcək. Özü özünə dəyərsiz bir məxluq kimi baxacaq. Çünki fikirləşəcək sonda, əgər vicdanı varsa, mən kimin haqqında olmayan bir söz danışıram. Bu elmdə də sübut olunmuş bir məsələdir. Və unutmasın, üçüncü mühüm bir məsələ, qeybət edən şəxs öz zəifliyini, öz acizliyini biruzə verir.